Baş nazirdən yeni qərar. Naxçıvan üzrə prezident nümayəndəliyi rəsmi siyahıya daxil edildi. Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Dəyərli xəbər verir ki, qərara əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası prezidentinin səlahiyyətli nümayəndəliyi dövlət qurumları üçün tətbiq olunan vahid indekslər siyahısına əlavə olunub. Yeni dəyişiklik nəticəsində sözü gedən nümayəndəlik bundan sonra rəsmi sənəd dövriyyəsində 2-6/ indeksi ilə fəaliyyət göstərəcək. Qeyd edək ki, vahid indekslər sistemi dövlət orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin sənədlərinin qeydiyyatı, yazışmaların aparılması və rəsmi idarəetmənin daha səmərəli təşkili məqsədi ilə tətbiq olunur. Bu qərar Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəliyinin həmin sistemə rəsmi şəkildə inteqrasiyasını təmin edir. Dəyişiklik imzalanmış qərarın qüvvəyə minməsi ilə tətbiq ediləcək.